Salam əziz izləyicilər, Dövlət İmtahan Mərkəzinin 20 sınaq Azərbaycan dili test toplusundan 3-cü sınağın izahı ilə davam eləyək. 3-cü sınağımızın mövzuları morfologiya, isim, sifət, say, əvəzlik mövzularını əhatə edir. Birinci sualımızdan başlayaq. Birinci sualımızda bizə nə deyir? Deyir, mürəkkəb isim işlənmiş cümləni müəyyən edin. Baxırıq ki, xoşbəxtlər ölkəsinə çatanda heyrət onu götürdü. Burada mürəkkəb sözümüz var, amma xoşbəxt burada sifətli isimləşib. Bizdən isim istəyir. Heyrət bürmək də mürəkkəb feildir, yəni isim yoxdur. Filankəs qeyri-müəyyən əvəzlikdir. Yeganə bitişik yazılan qeyri-müəyyən əvəzliyimizdir. Burada da başqa isimimiz yoxdur. Qaçaqaç sözü, qaçaqaç, qovaqov mürəkkəb isimdir. Yəni sualımızın cavabı olacaq C variantı. Lal dinməz dayananlar. Burada lal dinməz mürəkkəb sözdür, amma zərf mövqeyindədir. Hərdən bir zaman zərfidir, bu da zərfdir, yəni. Mürəkkəb isimimiz C variantı. Sifət işlənmiş cümləni müəyyənləşdirin deyir. Bugünkülər sabah təhvil veriləcək. Sifət işlənmiş cümlə elə bugünkü sözü, burada bugünkü sözü mürəkkəb sifətli isimləşib, yəni cavabımız A variantı olacaq. Gil qablar zəlzələ zamanı çatladı. Gil burada isimdir, sifətləşib. Belə adamlar yenə belə əvəzlikdir. Burada yəni sifət yoxdur. Doğru danışmaq, doğru sözü hərəkətin feilin qabağında gəldiyinə görə zərf mövqeyindədir. Dünən danışdığın söhbət, burada da danışdığın sözü feili sifətdir, sifət deyil. Yəni dık plus mənsubiyyət şəkilsi ilə düzələn. Ona görə ikinci sualımızın cavabı olacaq A variantı. Üçüncü sualımızda baxaq. Ona qızıl boyunbağı almışdı. Lakin o həmin boyunbağını qəbul etmədi. Nümunəsindəki əvəzliklər haqqında deyir, yanlış fikirdir. Yazır ki, omonim əvəzliklər işlənmişdir. Omonim əvəzliklər işlənmişdir. Bax, burada baxırıq, bəli. Omonim əvəzlik, o əvəzliyi var. Yəni ki, o omonim əvəzlikdir. Həm şəxs əvəzliyi kimi, həm də işarə əvəzliyi kimi. Bu düzgün fikirdir, bizdən yanlış istəyir. İkinci cümlədəki şəxs əvəzliyindən sonra vergülün işlənməməsi, bax buna diqqət eləyək, işlənməməsi doğrudur, bəli. O'dan sonra əvəzlik gəldiyinə görə vergül işlənməyib, doğrudur, düzgün fikirdir. Əvəzliyin iki məna növünə aid deyir. Söz işlənmişdir. Burada da baxırıq, ona şəxs əvəzliyidir, bax ona şəxs əvəzliyidir, o şəxs əvəzliyidir, həmin də işarə əvəzliyidir. Əvəzliyin bəli, iki dənə şəxs əvəzliyi, bir dənə işarə əvəzliyi, bu da düzgün fikirdir. İkinci cümlədəki işarə əvəzliyi zərf əvəz etmişdir. Həmin boyunbağı, hansı boyunbağı bu sifətin sualına cavab verir? Ümumiyyətlə həmin sifət əvəz eləyir. Yəni burada da D bəndi yanlışdır. Yönlük hal şəkilçisi qəbul etmiş əvəzlik tamamlıq vəzifəsindədir. Bəli, kimə? Ona. Burada da şəxs əvəzliyi yönlük hal şəkilçisi qəbul edib. Bu da düzgün fikirdir. Deməli, üçüncü sualımızın cavabı olur D variantı. Hansı cümlədəki belə sözünü necə sualına cavab verən əvəzlik kimi də düşünmək olar? Deyir ki, belə sözünü necə sualına cavab verən əvəzlik kimi də düşünməklər. Bu, belə xoş gəlmisiniz, səfa gətirmisiniz. Burada xoş gəlmisiniz, səfa gətirmisiniz. Belə burada ədat mövqeyindədir. Yəni, əvəzlik deyil. Belə kürəyə baxdıqca kənddəki həyatını xatırladırdı. Burada bel, bizim bildiyimiz bel, kürək, yəni əşya kimi istifadə olunub. Yəni bu da yanlış fikirdir. Beləsindən fayda gəlməz. Bax, burada belə sözü işarə əvəzliyidir. Mənsubiyyət hal şəkilçisi qəbul edib isimləşib. Əvəzlik kimi belə deyək də düşünmək olar əslində bunu. Yəni belə deyək də, əslində bu burada əvəzlikdir. Amma necə sualına cavab verən əvəzlik kimi düşünə bilmərik. Ona görə ki, burada cəm mənsubiyyət şəkilçiləri qəbul edib. Ona belə iş lazım deyil. Burada artıq biz buna necə sualını verə bilirik. Deməli, sualımızın cavabı olacaq D variantı. Belələrinə də yenə işarə əvəzliyidir. İsmə məxsus şəkilçilər qəbul edib. Bu da yenə necə sualına cavab verə bilməz. Keçək 5-ci sualımızla davam eləyək. 5-də bizə nə deyir? 5-də deyir ki, klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikri müəyyən edin. Yazır ki, məktəbə kimi apardı cümləsində, indi qarşısında yazır, nə yazır? Deyir, bütün sözlər leksik mənaya malikdir. Yəni, bütün sözlər əsas nitq hissəsidir. Yəni, biz burada kimini qoşma kimi düşünə bilmərik. Bir də deyir, yönlük halda olan isim işlənmişdir. Bəli, buradakı məktəbə sözü yönlük haldadır. İndi ona uyğun olan variantı seçək. Yazır, qeyri-müəyyən əvəzlik ismi əvəz etmişdir. Burada qeyri-müəyyən əvəzlik deyil. Məsələn, soruşur ki, məktəbə kimi apardı? Yəni, kimi burada kim isə mənasında yox, kimsə mənasında yox. Kim burada sual əvəzliyi mövqeyindədir. Yəni, qeyri-müəyyən əvəzlik deyil. Ona görə A bəndi səhvdir. İki cür düşünülə bilən söz işlənmişdir. Yəni, biz bunu əgər bizə bu qarşısındakı klasterin qarşısında yazılan fikirləri verməsəydi, biz onu iki cür düşünə bilərik. Burada bu artıq fikri bizə dəqiqləşdirib verib. Ona görə bu B variantı da səhvdir. İsim ona qoşulan sözlə birlikdə bir cümlə üzvü olur. Burada, deməli, bu da yanlış fikirdir. İsim ayrıca məktəbə haraya, kimi ayrıca tamamlıq olur, məktəbə sözü zərflik olur. Yəni, ikisi bir yerdə bir cümlə üzvü olur, fikri yanlışdır. İkinci söz məsafə mənası bildirir. İkinci söz o vaxtda məsafə mənası bildirər ki, o qoşma olsun. Burada qoşma mövqeyində deyil.
E bəndi düzgün fikirdir, sual əvəzliyi işlənmişdir. Bəli, məktəbə kimi apardı? Orada təsirli hal şəkilçisi ilə işlənmiş sual əvəzliyi. Hansı cümlədə yiyəlik hallı isim var bizə deyir? Baxırıq burada da deyir əyləşənlərin qarşısına müxtəlif yeməklər qoyuldu. Əyləşənlərin burada yiyəlik hal şəkilçisi var, amma bizdən isim istəyir. Əyləşən feili sifətdir. Yəni ki, bu yanlışdır. Qocanın sözünü dinləmədiyi üçün peşman olmuşdu. Qoca sözü burada sifətdir. Yiyəlik hal şəkilçisi işlənib, amma qoca sözü sifətdir, isimləşmiş mövqeydədir. Belə cavanların aqibətini zamanın özü göstərəcək. Bax, burada da yenə biz diqqətlə baxmalıyıq. Cavabımız elə deməli 6-cı testdə C variantıdır. Düzdür, cavanların sözü yiyəlik hal şəkilçisi qəbul edib, amma sifətdir. Amma digər burada zamanın sözü isimdir, yiyəlik hal şəkilçisini qəbul edib, ona görə C-ni götürəcəyik. Bizim mülkümüzü qaytarmağınızı xahiş edirik. Burada im yiyəlik hal şəkilçisi var, biz əvəzlikdir. Onun həyatı yenə yiyəlik hal şəkilçisi var, o əvəzlikdir. Deməli 6-cı sualımızın cavabı olacaq C variantı. Gələk növbəti 7-ci sualımızla davam eləyək. 7-də bizə nə deyir? Deyir ki, ismin xüsusiyyətlərini daşıyan azaltma dərəcəsində olan sifət hansı cümlədədir? Azaltma dərəcəli sifət. İkimiz də açıq sarı rəngi sevirik. Azaltma dərəcəli sifət də açıq sarı, amma açıq sarı rəng qarşısında isimlə bir yerdə işlənib. Deməli, bu ismin xüsusiyyətlərini daşımayıb. Şirinləri turşlardan ayırmaq tapşırılmışdı. Burada şirinlər, turşlar sifət isimləşib, amma azaltma dərəcəsində deyil. Ona görə beyni də götürmürük. Onu hamı Dəlisov adam kimi tanıyırdı. Burada yenə belə deyək, Dəlisov sözü azaltma dərəcəsində sifətdir, amma yanında ismi ilə bərabər işləndiyinə görə ismin xüsusiyyətlərini daşımayıb. Kəmsavatlar bir yerə toplaşıb hökm oxuyurdular. Burada kəmsavatlar adi dərəcədə olan sifətdir. Kəmsavat, savat sözü isim olduğuna görə bunu biz azaltma dərəcəsində yox, yəni kəmşirin, kəmtuş o vaxt azaltma götürə bilərik ki, o sifətin yanında işlənsin. O adi dərəcədə olan sifətdir. Onlar uzunsovları kənara yığdılar. Bax, sualımızın cavabı budur. Uzunsov azaltma dərəcəsində olan sifətdir və isimləşib. 8-ci testimizdən davam edək. Say işlənən cümləni müəyyənləşdirin. Bir də görüm sən harada idin? Burada bir də görüm, bir ədatdır. Yəni, bir burada qüvvətləndirici ədatdır, 2 də görüm deyə bilmirik. Onun neçə yaşı tamam olur? Neçə burada sual əvəzliyidir, sayın yerində işlənib. Bu da cavabımız ola bilməz. Birlik harada? Birilik orada. Birlik sözü burada isim mövqeyindədir. Yəni, bu da sualımızın cavabı deyil. Biri mənə burada baş verən hər şeyi deməli, hər şeyi izah etsin. Yəni, burada da biri sözü qeyri-müəyyən əvəzlikdir. Kimsə mənə burada baş verən nəyisə izah etsin deyir. Bu da yanlışdır. O bircə manat pul ilə böyük xəyallar qururdu. Bircə manat, ikicə manat, yəni burada birin yerinə bircə, ikicə qoya bilirik. Deməli, bu say mövqeyidir. Sualımızın cavabı olacaq E variantı. Gələk növbəti 9-cu sualımızla davam eləyək. 9-da bizdən nə istəyir? Deyir, sən belə müəllimə kömək etmədin. Yox, cümləni bir də oxuyaq. Nümunəsində leksik mənası olmayan sözün də işləndiyini. Hə, deyir, leksik mənası olmayan sözün də işləndiyini nəzərə alsaq. Burada deməli necə oxuyuruq? Sən belə müəllimə kömək etmədin. Yəni, belə burada ədatdır. Qüvvətləndirici ədatdır. İndi baxaq görək nə istəyir bizdən. Doğru fikri istəyir. Sifəsi əvəz edən əvəzlik işlənmişdir. Yəni, burada bu ədat olduğuna görə belə müəllim yox, sən belə kimi düşündüyümüzə görə bu əvəzlik yox, ədatdır. Bu yanlışdır. Köməkçi nitq hissələrindən, köməkçi nitq hissəsi ilə amonim olan söz işlənmişdir. Elə burada köməkçi nitq hissəsinin özü işlənib. Bu da yanlışdır. Əvəzliyin yalnız bir məna növü işlənmişdir. Burada yalnız bəli, sən əvəzliyimiz, şəxs əvəzliyimiz var. Belə burada ədat mövqeyi. Ona görə cavabımız olacaq C bəndi. Əvəzliyin biri mübtəda, digəri təyin vəzifəsindədir. Sən ilə əvəzlik mübtəda vəzifəsindədir. Belə burada dediyimiz kimi ədatdır. Təyinin ifadə vasitəsi işarə vəzliyidir. Bu da yanlış fikirdir. Hansı cümlənin tərkibində sadə isim işlənmişdir? Baxırıq yenə burada da sadə isim deyən hansı cümlənin tərkibində sadə isim işlənmişdir. Bax, burada baxırıq birinci cümləmizə. Soydaş düzəltmə isimdir. Burada qarşı qoşmadır, həmişə zərfdir, diqqətli olub da feildir. Burada belə deyək də, sadə isim yoxdur. Əlindəki yara onu çox incidirdi. Burada da əlindəki düzəltmə sifətdir, yarmaqda yara düzəltmə isimdir, onu əvəzlikdir, çox zərfdir, incidirdi də düzəltmə feildir. Yəni, burada sadə isim işlənmir. B variantımızda da koldakı böyürtkənlər yavaş-yavaş qaralırdı. Koldakı düzəltmə sifətdir, böyürtkən sadə isimdir. Elə cavabımız C variantı olacaq. Kitabdakılar, yenə burada kitabdakılar, burada düzəltmə sifətdir, oxumadan feili bağlamadır, bunu əvəzlikdir, bilməyəcəksən də feildir. Burada da sadə isimimiz yoxdur. Sonra, yoxsullara əl tutmaq lazımdır, yoxdan yoxsul, bu düzəltmə sifətdir, əl tutmaq frazoloji birləşmədir, lazımdır, predikativ sözdür. Buna görə burada da yoxdur, cavabımız C variantı olacaq. Gələk növbəti 11-ci testimizlə davam edək. 11-ci testimizdə bizdən nə istəyir? Deyir, tərkibindəki sifətlərin quruluşca yalnız sadə və düzəltmə olduğu cümləni müəyyən edin 11-ci testimizdə. Deməli, sadə və düzəltmə.
Sadə və düzəltmə. Baxırıq biz burada, deməli, deyir ki, o rəsmi görüşə narıncı paltarını geymişdi. Buradakı rəsmi sözü elə təkcə kökdən ibarətdir. Narıncı, burada da narıncı sözü düzəltmə sözüdür. Yəni həm sadə, həm düzəltmə sözümüz A variantındadır. Elə kitabları oxumaq sənə xoşbəxtlik bəxş edər. Burada kitab sadədir, xoşbəxtlik mürəkkəbdir. Xoş və bəxt, yəni ki, belə sözdən ibarətdir. Mürəkkəb sözdür, bu da getdi. Dünənki hadisədən sonra o bəstəboy adamı kimsə görməmişdi. Deməli, hadisə sözü burada sadə isimdir. Bəstəboy düzəltmə mürəkkəb sifətdir. Burada da yenə düzəltmə isimimiz yoxdur. İgidlər meydana atılaraq taley yüklü məsələni həll etdilər. Burada da deməli, sadə və düzəltmə sifət deyir. Yəni sadə və düzəltmə sifət burada da yoxdur. Daha doğrusu igidlər sadə sifətimiz var, taley yüklü mürəkkəb sifətimiz var. Düzəltmə sifəti yoxdur. Gümüş üzüyü ona baha satmışlar. Gümüş burada isimdir, sifətləşmiş mövqeydədir. Yəni burada da yenə başqa heç sifət yoxdur. 11-ci sualımızın cavabı olacaq A variantı. 12-ci sualımızla davam edək. Hansı cümlədəki şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır deyir. Şəxs əvəzliyi, bax buna da diqqət eləyək. Şəxs əvəzliyindən deyir bizə. Bu meşənin ağacları çox nadirdir. Burada bu sözü hansı meşə sualına cavab verir, hansı sualına cavab verir və özü də işarə əvəzliyidir. Ona görə bunu çıxırıq. B-də deyir ki, o bizdən sonra da həmin yerə gedibdir. O kim sualına cavab verir? Yəni şəxs əvəzliyidir, amma özündən sonra əvəzlik gəldiyinə görə vergül qoyulmamalıdır. Yanlış fikirdir. Sonra C-də deyir, mən dedim ki, o da gəlsin. Bax, burada o-dan sonra o şəxs əvəzliyidir, amma o da gəlsin. Bağlayıcıdır. Bağlayıcı işlərin köməkçinin hissəsi. Ona görə vergül qoymayacağıq. Bu, hələ ilk gündən tənbəllik edirdi. Deməli, burada bu işarə əvəzliyidir. Bizdən şəxs əvəzliyi deyir. Düzdür, özündən sonra vergül qoyulmalıdır, amma işarə əvəzliyidir. Şəxs əvəzliyi deyil. Mənim sözümdən sonra o çox fikirləşdi. Burada bəli, çox sözü zərf mövqeyindədir. Ona görə o-dan sonra vergül qoyulmalıdır və sualımızın cavabı olacaq E variantı. Gələk 13-cü testimizlə davam edək. Sevda və sevgi sözləri ilə ortaq olan fikirləri istəyir bizdən. Deyir ki, ortaq xüsusiyyət deyil daha doğrusu. Ortaq olmayan xüsusiyyət istəyir bizdən 13-də. Deyir ki, əşya adı bildirir. Bəli, sevda da, sevgi də əşyanın adını bildirir. Hər ikisi isimdir. Sevinç sözü ilə sinonimdir. Fərqli-fərqli leksik mənalar ifadə eləyir. Yəni biz bunlara sinonim deyə bilmərik. Homonim kimi işlənə bilmir. Bu da doğru fikirdir. Leksik mənası var. Bu da doğru fikirdir. Məhəbbət, sevda, sevgi bunlarla sinonimlik təşkil eləyə bilər. 14-cü testimizlə davam eləyək. 14-də bizə nə deyir? 14-də deyir ki, cümlədə işlənən isimlərlə əsasən Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Baxaq, mağazadan parçaya uyğun düymə aldı. İkinci cümləmizdə döyüşçünü meydanda saxlamaq mümkün deyildi. Feildən düzələn isim təsirlik haldadır. Feildən düzələn isim təsirlik haldadır. Baxırıq burada, deməli, feildən düzələn isim düyməkdən düymə. Bəli, düyməni aldı. Qeyri-müəyyən təsirlik haldadır. Bu düzgün fikirdir. Bizdən doğruları istəyir. İki sadə isim işlənmişdi. Burada bəli, sadə isimimiz mağazadan, bir də parçaya. Bu cümləmizdə işlənib. Bu tərəfə baxmadıq, bir də bu tərəfə də baxaq. Biz Venn diaqramından işləyirik. Deməli, döyüşçünü meydanda saxlamaq mümkün deyildi. Bir də nə yazıb? Feildən düzələn isim təsirlik haldadır. Döyüşçü sözündə döyməkdən döyüş, döyüşdən döyüşçü. Bu döyüşçü sözü döyüş ismindən yaranıb. Yəni feildən düzəlməyib. Ona görə burada başqa sözümüz də yoxdur. Elə birin yeri düzgündür. İki sadə isim işlənib deyir. İki sadə isim işlənib. Burada tapdıq. Baxaq görək, burada meydan sözü var. Burada saxlamaq feildir. Mümkün deyildir. Burada da yoxdur. Yəni ona görə iki də düzgün fikrimizdir. Təsirlik halda olan isim işlənmişdir. Təsirlik halda işlənmiş isim. Burada baxaq görək, düyməni aldı. Deməli, təsirlik halda olan isim, daha doğrusu təsirlik halda olan isim deyir, isimdən düzəlib. Təsirlik halda olan isim isimdən düzəlib. Amma burada baxırıq ki, düyməkdən düymə. Bax, buradakı bu düymə sözü düymək feilindən düzəlib. İsimdən düzəlməyib. Döyüşçü sözü isimdən düzəlib. Bu da ortaq fikir ola bilməz. İsimlər müxtəlif hallardadır deyir. Burada döyüşçünü təsirlikdir, meydanda yerlikdir. Burada da amma mağazadan sözü çıxışlıqdır, parçaya yönlükdür, düyməni təsirlikdir. Burada da müxtəlif hallardadır. Ortada yazılmalıdır. Mücərrəd isim yoxdur. Burada da yenə hər ikisi də döyüşçü meydanda. Bunların hər ikisi də belə deyək də konkret isimlərdir. Bu birisi tərəfdə də hamısı konkret isimlərdir. Ona görə bu 5 də ortada yazılmalıdır. 14-cü sualımızın cavabı olacaq A variantı. 15-ci sualımızdan davam eləyək. 15-də bizə nə deyir? Saylardan hansı hərflə yazılsa şəkilçidən istifadə olunmaz deyir. Baxırıq burada biz 10-cu sözünü biz hərflə yazsaq, bax orada olacaq şəkilçi. 10-cu.
Yəni ıncı şəkilçisi olacaq. 8-də yenə hərflə yazsaq burada da 8-də, 8-də. Yəni hamısında bunlarda şəkilçi olacaq da, şəkilçi olacaq. 9-cu sözü də rum rəqəmi ilə yazıb, onu da hərflə yazsaq şəkilçi olacaq bunların hamısında. Amma 6 sözünü hərflə yazsaq, 6 sözündə heç bir şəkilçi yoxdur. Yəni yalnız kökdən ibarət söz olacaq. Sualımızın cavabı olacaq bu. 18 sözündə də yenə burada da şəkilçidən istifadə olunacaq. Gəldik 16-cı sualımıza. İsmi əvəz edən əvəzliyin işləndiyi cümlədir. Bu maşınlar yavaş-yavaş sıradan çıxır. Burada hansı sualına cavab verir? Sifət əvəz eləyib. Belə işin nəticəsini özü yaxşı bilir. Burada belə işarə əvəzliyimiz var. Sifətin yerində işlənib, sifət əvəz eləyib. Amma özü təyini əvəzlikdir, onun özü. Mənsubiyyət çəkicisi ilə işlənib və ismi əvəz eləyib. Belə sualımızın cavabı olacaq B variantı. Həmin hadisə yenə hansı hadisə sifət əvəz eləyib. Bəzi insanlar, hansı insanlar bu işə belə deyək də, bu işə, hansı işə, yəni burada hər ikisi sifət əvəz eləyib. Elə danış, burada zərf əvəz eləyib, feilin qabağına gəldiyinə görə elə əvəzliyi zərfi əvəz eləyib, başqa da bir əvəzliyimiz yoxdur. 16-cı sualımızın cavabı olacaq B variantı. Gələk 17-ci sualımızla davam eləyək. 17-də deyir ki, 17-ci sualda nə deyir? Kür çayı coşdu və ətrafındakı kəndləri sel apardı. Nümunəsindəki ümumi isimlərin hansı halda olduğunu ardıcıllıqla müəyyənləşdirin. Bax, burada biz nəyə diqqət eləməliyik? Bizdən şərtdə deyir ümumi isimlərin. Demir cümlədə olan ümumiyyətlə bütün isimlərin demir. Burada ümumiyyətlə baxırıq ki, kür çayı, kür sözü düzdür. Qeyri-müəyyən yiyəlik haldadır. Amma bu qeyri-müəyyən yiyəlik halda olan söz xüsusi isimdir. Ona görə biz yiyəlik, belə deyək də, yiyəliyi çıxırıq. İndi çayı sözü, deməli, ümumi isim çayı sözü burada adlıq haldadır. Kəndləri sözü təsirlik haldadır. Sel sözü də adlıq haldadır. Adlıq, təsirlik, adlıq. Ümumi isimlərimiz bax bu 3 haldadır. 18-ci sualda. 18-ci sualda baxırıq. Hansı cümlədə kəsr sayının işləndiyini dəqiq müəyyən etmək mümkün deyildir? Bizə deyir. Bu piroqa 4də 3 stəkan şəkər tozu əlavə edirəm. Burada elə dəqiq deyirsən ki, bu kəsr sayıdır. Nə qədər? 4də 3 stəkan. Yəni bunu dəqiq müəyyən eləmək mümkündür. Yolun 5də 3 hissəsini qət etmişik. Burada da nə qədər hissəsini, 5də 3 hissəsini yenə var. Uşaq 5-dən nə qədər kiçik olduğunu küçüyün 5-dən nə qədər kiçik olduğunu hesablaya bilərsənmi? Burada da kəsr sayının 3-ün 5-dən nə qədər? Burada da əminliklə deyə bilərik ki, kəsr sayı yoxdur. Yəni burada da yoxdur. Bizə deyir dəqiq müəyyən etmək mümkün deyil deyir. Biz onu axtarırıq. Sonra kitabların neçə hissəsini göndərəcəyimi sənə yazacağam. Burada da yenə kəsr sayı yoxdur. Əşyalar hazırdırsa onda ikisini mən götürərəm. Bax burada biz bunu belə düşünə bilərik ki, 10-dan ikisini, 10 hissədən 2 hissəsini mən götürərəm. Kəsr sayı kimi düşünə bilərik. Bir də burada onda sözünü zərf kimi. O zaman deyir ikisini mən götürərəm. Yəni biz bu E bəndində dəqiq müəyyən eləyə bilmirik ki, orada o kəsr sayıdır yoxsa zərfdir. 18-ci sualımızın cavabı olacaq E variantı. Gələk 19-cu sualımızla davam eləyək. 19-da deyir ki, ipək parçadan hazırlanmış libas ona yaxşı yaraşırdı. Nümunəsi haqqında hansı fikir doğrudur? Yazır ki, adi dərəcədə olan sifət quruluşca sadədir. Ümumiyyətlə, baxırıq görək, burada sifət varmı? İpək sözü isimdir, sifətləşir. Parça sözü isimdir, hazırlanmış feili sifətdir. Libas isimdir, ona əvəzlikdir. Yaxşı sözü hərəkətin qabağında gəldiyinə görə bu da burada zərf mövqeyindədir. Yəni, bu cümlədə sifət yoxdur. Feildən düzələn sifət işlənmişdir. Feildən düzələn sifət yoxdur. Hazırlanmış. Bu hazırlanmış sözü feili sifətdir. Yəni feildən düzələn sifətimiz yoxdur. Əşya bildirən iki sözdən biri adlıq, digəri isə çıxışlıq haldadır. Əşya bildirən söz burada ipək sözü adlıq haldadır. Parçadan sözü çıxışlıq haldadır. Libas sözü adlıq haldadır. Deməli, burada nə deyir? Biri adlıq, digəri çıxışlıq haldadır. Amma biz tapdıq ki, burada deməli ipək, parça, bir də libas. Əşya bildirən bizim 3 sözümüz var. İkisi adlıq halda, biri çıxışlıq halda. Ona görə bu da yanlışdır. D bəndində feili birləşmələrin tərkibində eyni nitq hissəsinə aid sözlər də var. Baxaq indi bizə. Feili birləşməmiz ipək parçadan hazırlanmış feili sifət tərkibidir. İpək və parça hər ikisi isimdir. Bəli. Doğru cavabımız D variantı olacaq. Qrammatik əsasdan biri əvəzliklə ifadə olunmuşdur. Yaraşırdı nə? Libas. Yəni heç biri, deməli, onun sözü burada tamamlıq vəzifəsindədir. Qrammatik əsas deyəndə biz müfrədə xəbərə baxmalıyıq. Bu da yanlış fikirdir. 20-ci sualına davam eləyək. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasına dənə numerativ sözü işlənə bilər? Bax, yenə şərtimizi düzgün oxuyaq. Deyir, qeyri-müəyyən miqdar sayı ilə isim arasına. Baxırıq ki, iclasda bir sıra məsələlər diqqətə çatdırıldı. Bilirik ki, bu bir sıra sayından sonra isim işlənə bilməz. Bir sıra qeyri-müəyyən sayda, amma ondan sonra, daha doğrusu, numerativ söz işlənə bilməz.
O mağazadan 5 qələm aldı. Burada 5 sözündən sonra numerativ işlənə bilər, amma 5 müəyyən miqdar sayda çıxırıq. Xeyli danışdıqdan sonra xeyli burada ümumiyyətlə zərfdir. Burada da çıxırıq. Az adam bu məsələdən xəbərdar idi. Burada az sözü də saydı, amma numerativ sözlə işlənə bilmir. Kəsr belə deyək də, depsdə yazılan bu qeyri-müəyyən təqribi sayılar numerativlə işlənə bilir. 3-5 ədəd kitab oxuyub sualımızın cavabı olacaq E variantı. Sonra gələk növbəti testimizə. Davam eləyək. Deməli, 21-ci testimizdə bizdən nə istəyir? 21-ci testdə deyir ki, armudu stəkanın yanındakı qaba qoy götürəcəyəm nümunəsində əlamət və keyfiyyət bildirən sözün olduğunu nəzərə alaraq hansı fikrin yanlış olduğunu müəyyən edin. Deməli, əlamət və keyfiyyət bildirən bir söz. Yəni, burada biz yalnız yanındakı sözünü əlamət bildirən söz kimi düşünə bilərik. Yalnız yanındakı sözünü əlamət bildirən söz kimi düşünə bilərik. Yəni, armudu sözü burada təsirli hal şəkilçili sözdür. Yəni, bizdə şərtdə onu deyir. İndi yazır ki, A variantında ilk sözü ümumi qrammatik mənasına görə iki cür düşünmək olar. Biz dedik ki, burada belə deyək də, şərtdə necə deyir? Deyir ki, keyfiyyət, əlamət və keyfiyyət bildirən bir söz bizə deyirsə, deməli cümləmizdə yalnız bir sifət var. Armudu sözü təsirli halda olan isimdir. Yəni ilk sözü ümumi qrammatik mənasına görə iki cür düşünmək olar, fikri yanlışdır. İsmin 3 müxtəlif halında olan sözlər işlənmişdir. Elə yanlış fikir istəyir bizdən. Sualımızın cavabı A-dır. Yəni baxaq digər variantlara da. İsmin 3 müxtəlif halında olan sözlər işlənmişdir. Armudu sözü təsirli haldadır. Qaba sözü yönlü haldadır. Stəkanın sözü də yiyəlik haldadır. 3 müxtəlif halında olan sözlər işlənmişdir. Doğru fikirdir. Ümumi qrammatik mənasına görə əşya bildirən sözlərin hamısı konkretdir. Bəli, armud sözü də, stəkan sözü də, qab sözü də hamısı konkret isimlərdir. Yalnız bir düzəltmə söz işlənmişdir. Bəli, burada yanındakı düzəltmə sifətimiz var. Bütün isimlər tərkibinə görə kök, qrammatik. Bəli, armudu sözü hal şəkilçisi yiyəlik, təsirli hal şəkilçisi ilə işlənib. Stəkanın yenə yiyəlik hal şəkilçisi ilə, qaba da yönlük halındadır. Bu da düzgün fikirdir. Sualımızın cavabı olacaq A variantı 21-ci sualımızda. Gələk 22-ci sualımızla davam eləyək. 22-də deyir, sifət işlənməmiş cümləni müəyyən edin. Baxırıq 22-ci sualımızda. Deyir, yaxşı, pis bir-birinə qarışıb. Yəni, burada həmcin söz mövqeyindədir. Bunlar hər ikisi sifətdir. Yaxşı və pis. Güldandakılar solmağa başlayır. Yəni, güldandakı, budakı şəkilçisinin amonimliyi yoxdur. Sifətdir, isimləşib. Gözəl görünürdü. Bu yerlərin əsrarəngiz təbiəti. Burada gözəl sözü zərfdir. Amma digər sifətimiz var. Əsrarəngiz. Bu cümlədə də sifət var. Cavanlar günü-gündən inkişafdadılar. Burada da cavan sözü sifətdir və isimləşib. Amma nitq hissəsi kimi morfoloji olaraq yenə sifətdir. Yaxşı, uşaqlara de toplaşsınlar. Burada yaxşı modal sözdür. Ona görə sualımızın cavabı olacaq E variantı. Gələk 23-cü sualımıza davam eləyək. 23-cü sualda görək bizdən nə istəyir. 23-də deyir ki, deməli, bütün rəngi qaralmışdı. Nümunəsində 2 eyni nitq hissəsinə aid sözün işləndiyini nəzərə alaraq altına xətt çəkilmiş sözlə bağlı cədvəldəki uyğunluğu müəyyən edir, deyir. Baxırıq burada nəyə? Baxırıq, burada büt sözünü biz necə düşünə bilərik? Büt sözünü, bütün, belə deyək də, əvəzliyi kimi yox, bütün bir əşya kimi, heykəl kimi, yəni o bütpərəstlərin ibadət etdikləri bir əşya kimi, bir heykəl kimi nəzərdə tutub, yəni bizə verib burada. Və indi nə deyir? Deyir, quruluşca sadə əvəzlikdir. Bu, əgər isimdirsə, əvəzlik olmaq məqamı yanlışdır. Əşyanı ümumilikdə təyin edən sözdür. Bu da yanlışdır. Bütün gecəni yatmadım nümunəsindəki eyni leksik mənada işlənmişdir. Yəni, bu da yanlışdır. Çünki büt sözü da isim mənasındadır. Sonra gəlir özündən sonraki sözü izah edir. Bu yanlış fikirdir. Yəni o özü elə bütün dediyimiz kimi bir əşyadır, izah eləmir. Yanlışdır fikir götürürük. Sifəti əvəz etmişdir. Bu da yanlış fikirdir, götürürük. Tərkibinə görə kök və qrammatik şəkilçidən ibarətdir. Bəli, burada bu yiyəlik hal şəkilçisidir. Kök və qrammatik şəkilçidən ibarətdir. Bu doğrudur. Bizdən yanlış fikirləri, daha doğrusu uyğunluğu dediyinə görə biz doğruda uyğunluq tapa bilmədik. Yalnız yanlışdan 4 və 5-i götürəcəyik. Deməli, 23-cü sualımızın cavabı olacaq 4 və 5. Gələk 24-cü sualımızla davam eləyək. 24-də bizə nə deyir? Deyir ki, deməli, hansı cümlələrdə əvəzlikdən sonra vergülün işlənməsində səhifə yol verilmişdir? A bəndinə, daha doğrusu birinci cümləyə baxırıq, səhifə yol verilənləri istəyir bizdən. O, sənsiz yaşaya bilməz. Bax, bu sənsiz sözü bizi çaşdırmasın. Sənsiz burada sifət mövqeyindədir, sənsiz sözü. Yəni, ondan sonra əvəzlikdən sonra gəlib, burada səhv yoxdur, səhv olan məqam yoxdur. Bu, həyatımda gördüyü ən qəribə ağac idi. Nə bu? Nə sualına cavab verir, özündən sonra isim gəlib, vergül qoyula bilər. Yanlışlıq yoxdur. O məni
niyə hələ yaxşı tanımır? Bax, burada məni şəxs əvəzliyi gəlib, o-dan sonra vergül olmamalıdır. O, mən və Həmid birlikdə gedəcəyik. Burada o-dan sonra şəxs əvəzliyi gəlib, amma burada həmcinslik var. İstisna qayda olaraq biz burada vergül qoya bilərik. Bu doğru fikirdir. Bu, bütün işləri korladı. Bütün burada təyin əvəzlikdir, vergül olmamalıdır. Ona görə yanlış cavabımız olacaq 3 və 5. Gəldik növbəti 25-ci testimizə. Sifətdən düzələn sifətlərdir. Namərd sözü, namərd. Deməli, mərd sözü də sifətdir, na sözü də ön şəkilçi ilə düzəlib, sifətdən düzələn sifətdir. Düzəlmək sözündə düzdən yaranıb düzəlmək. Burada sifətdən yaranan feildir. Ölümcüldə nədir? Ölməkdən ölüm, ölümdən ölümcül. İsimdən yaranan sifətdir. Bu da yanlışdır. Düzgün, azğın, qırğın, yəni feildən düzələn sifətdir. Bu da yəni sifətdən əmələ gəlməyib. Qoca sözü, qocadan qocadakı. Qoca sözü də sifətdir, özü də sifət. Yəni qocadakı sözü də sifətdir. Yəni sifətdən sifət əmələ gəlib. Yağlı sözü, yağlı sözünə də baxırıq. Yağ ismindən yağlı sifəti. Bu da olmaz. Deməli 25-ci sualımızın cavabı olacaq 1 və 5. Gələk növbəti 26-cı sualımızla davam eləyək. 26-da deyir ki, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət tamamlıq vəzifəsindədir? Baxaq. Çoxaltma dərəcəsində olan sifət eyni zamanda tamamlıq vəzifəsində. Qıpqırmızı şərfini taxıb gəlmişdi. Burada düzdür, çoxaltma dərəcəli sifət var, amma hansı şərfini? Bu burada təyin vəzifəsində. Bu getdi. Buz suyu başına çəkdi. Burada buz sözü isim olduğuna görə bu adi dərəcədə olan sifətdir. Yəni bu çoxaltma dərəcəsində deyil. Bu da yanlışdır. Sapsarılarını götür, digərlərinə dəymə. Burada bəli, sapsarı sözü tamamlıq vəzifəsindədir, həm də sapsarı belə deyək də, çoxaltma dərəcəsində olan sifətdir. Ona görə 3-ü götürəcəyik. Açıq sarı rəng ona yaraşırdı. Burada açıq sarı belə deyək də, isimləşməyib, yəni öz mövqeyindədir. Ona görə bunu da götürməyəcəyik. Dümağı sevirəm, həm də bizə çoxaltma istəyir. Ümumiyyətlə, bu açıq sarı azaltmadır. Dümağı sevirəm, nöqsansız görünür. Dümaq yenə çoxaltma dərəcəsindədir. Özü də nəyi sevirəm? Dümağı tamamlıq vəzifəsindədir. Cavabımız olacaq 3 və 5. Gələk növbəti 27-ci sonuncu suala. 27-də bizdən nə istəyir? 27-də deyir ki, bir dəqiqə, uyğunluğu müəyyən edin. İsmin xüsusiyyətini daşıyan, deməli, düzəltmə sayı işlənmişdir. Bir də deyir, say öz xüsusiyyətlərini daşıyır. Yazır ki, 2-ci sinif şagirdləri məktəbin həyətində toplaşdılar. 2-ci sinif şagirdləri məktəbin həyətində toplaşdılar. Bax, burada ikinci sözü saydı və öz xüsusiyyətində işlənir. İkinci sualına cavab verir. Deməli, 2-yə gedəcək A variantı. Sonra, çoxlarının bu işdən xəbəri yoxdur. Deyir, ismin xüsusiyyətini daşıyan düzəltmə say. Çoxları ismin xüsusiyyətini daşıyır, amma düzəltmə deyil. Ona görə bu heç birinə aid olmayacaq. Birincilər ön sırada əyləşmişlər. Bax, burada birinci düzəltmə saydı, ismin xüsusiyyətini daşıyır. Ona görə bura yazacağıq C-ni. 11-cilərin hamısı bu il yüksək nəticə əldə etdi. Burada saydı, amma mürəkkəb saydı, yenə düzəltmə say deyil. Deməli, bunu da çıxacağıq. 7-cilər sırada gözləyir. 7-cilər düzəltmə saydı və ismin xüsusiyyətini daşıyır. 7-cilər kim sualına cavab verir? Mübtəda vəzifəsindədir. 2-yə gedəcək C və daha doğrusu 1-ə gedəcək C ilə Y. Yüzlərlə insan səndən xəbər gözləyirdi. Burada da say öz xüsusiyyətini daşıyır. Nə qədər insan? Qeyri-müəyyən saydı, qeyri-müəyyən miqdar saydı. Yəni ki, bu da öz xüsusiyyətini daşıyır. 27-ci sualımızda olacaq 1-ə C, Y, 2-yə də A. Hələlik bu qədər. Sağ olun.